Ayaqlarda qəribə hisslər, yanma, iynələnmə, dartılma, sürtünmə hissi, hərəkət etmə məcburiyyəti, ayaqları tərpətməsə rahatlaşmır, axşam və gecə artma, yatağa gedərkən simptomların güclənməsi, istirahətdə pisləşmə, uzandıqda və ya uzun müddət oturanda artım, hərəkətlə azalma, gəzmək, ayağı silkələmək müvəqqəti rahatlıq verir, yuxuya getməkdə çətinlik, yuxu gecikir, tez-tez oyanmalar olur, xroniki yorğunluq, keyfiyyətsiz yuxuya bağlı halsızlıq, yorğunluq, əhval dəyişiklikləri, qıcıqlanma, diqqətin azalması, ayaqlarda periodik hərəkətlər, yuxu zamanı qeyri-adi ayaq atmalar, stres və kofeinlə artma, həyəcan, yorğunluq, kofein simptomları gücləndirə bilir. Saydığım bu əlamətlər diaqnozun qoyulmasında çətinlik çəkilən narahat ayaqlar sindromunun əlamətləridir. Səbəblərinə gəldikdə dopamin sisteminin pozulması, dəmir çatışmazlığı, genetik meyillilik, xroniki böyrək xəstəlikləri, hamiləlik, periferik nevropatiya və sair göstərilə bilər.